aparır beni bak aparır. Könlümden, elimden koparır. Ayana gözlerim kapanır. Gələrəm bulutlar keçəndə. Ayana gözlerim kapanır. Gələrəm bulutlar keçəndə. Bəlkə, bəlkə, bəlkə də, bəlkə, bəlkə də, bəlkə, bəlkə, bəlkə də, bəlkə, bəlkə, bəlkə də. Salam əziz dostlar, Şəxsi Əşyalar verilişi bugün efirdədir və bugün mənim qonağım Azərbaycan Kinematografçılar İttifaqının üzvü, aktrisa, şairə Rəna Səlimova. Rəna xanım, xoş gördük. Xoş gəlmisiniz. Çox sağ olun. Mənə soruşurlar ki, bu aktrisa var idi, sən niyə susursan filmi və s. Bu aktrisa nə oldu, hara yoxa çıxdı? Əslində Rəna xanım, belə deyək, son illər efirlərə çəkilib. Mən onun materiallarını görürüm. Amma uzun zaman idi efirlərdə yox idi. Yəni, geniş həcmdə verilişdə yox idi. Biz fikirləşdik ki, onunla geniş bir veriliş eləyək və bütün onun həyatı, yaradıcılığına toxunaq. Mən bir şey xatırladacağam və Rəna xanıma da çox maraqlı gələcək. Bundan xəbəri yoxdur. Mən bu verilişdə deyəcəm. 2007-ci ildə Space kanalında bizim verilişimiz var idi. Bizim kino. Rahib Azəri verilişi aparırdı və mən də o verilişin qonaqlarını gətirirdim, danışırdım, həll edirdim. İmam Məcidovla bir yerdə bunu açmışdıq biz. Və orada Rəna xanım bizim, bəlkə də 2 dəfə deyəsən bizim verilişə gəlmişdi. Bir dəfə sən niyə susursan, bir də deyəsən başqa bir film, ya Şir evdən getdi, ya başqa bir filmə görə. Orada 2007-ci ildə bizim şəklimiz var. Bu şəkil sizin yadınızdaydı. Adı olan Elxan Cəfərov. Yox. Ömür Nağıyev, da. Elxan Cəfərov, mən və siz. Elxanın atasıdır, yaxşı tanıyırdım. Bəli. Bu şəkildən xəbəriniz var idi? Yox. Bu verilişin sonunda bu şəkili mən bağışlayacağam. Çox sağ olun. Və bax, bu həmən gün idi ki, 2007-ci il tarixində bu 3 film olub orada və o 3 filmə görə də bu qonaqlar gəlmişdilər. Çox maraqlı bir veriliş idi. Rəna xanım, istəyirəm biraz qısa tamaşaçılar üçün bildirim ki, Azərbaycan Film Kino Studiyasının istehsal etdiyi filmlər Cazibə Qüvvəsi 64-cü ildə çəkilib. 63-də. 63, amma 64-də təhvil verilib, bəli. Sən niyə susursan 66, Nəsimi 73, Şir evdən getdi 77, Mezazoy əhvalatı 76 və s. Düzü, Alma-Almaya bənzər filmi də qeyd olunub, amma siz deyirsiniz ki, o filmə çəkilməmisiniz. Çox kinolar belə olub ki, məni çəkməyiblər. Kastinglərdən keçmişsiniz, amma çəkməyiblər. Belə olub ki, çəkilmədim şeylər belə olub məndə. İndi gəlin biz biraz keçmişə qayıdaq. Məsəl üçün Cazibə Qüvvəsində siz baş rolda həm siz və həm də Xəyal Axundzadə ki, hansı ki bu o dövrdə çox yaraşıqlı Rəna xanım onunla çəkilişdə tanış olub, düzdürmü? Da. Bu necə baş verdi? Biraz buna toxunaq. Xəyal Axundzadə cavan uşaq idi. Onun evində, həyətində qapı qonşusu Safarov vardı, belə rejissor vardı belə. Aha. Şövkət Ələkbərov yolda. Lətif Səfərov. O orada çay paylarında ora-bura gedəndə Həsən Selbiri bunu görüb. Deyib ki, gəl yenə biz kino çəkirik, gəl yenə bizə kino studiya. Onda Xəyalın neçə yaşı var idi? Onda da məndə də hələ pasport olmamışdı, 15 yaşımız vardı. Amma siz bir-birinizi tanıyırdınız artıq? Yox, orada tanıdıq da. Aha. Orada biz tanış olduq. O bizi başladı çəkməyə bir kinoda, sonra birisi kinoda, sonra biz adaxlı olduq, sonra evləndik, sonra çox şey oldu. Xəyalla tanış olanda siz gördünüz ki, o çəkiliş vaxtı sizlə ciddi maraqlanır və bu Cazibə Qüvvəsi filmində də hiss olunur bu hisslər bir-birinizə qarşı. Orada artıq yaranmışdı, düzdürmü? Mən başa düşmürdüm onda, cavanırdıq, uşaq idik. Mən başa düşmürdüm, sevgidir, nədir, uşaq idik, lap cavanırdıq. Uca 60 o kinoda, o birisi kinoya keçəndə, çəkiləndə
Sən nəyə susursa, oca biz adaxlı olmuşuq, oca böyüdük, böyük olmuşuq. Cazibə qüvvəsinə çəkiləndə belə deyək ki, o da uşaq idi da, belə deyək. O 4 martdadır, mən 8 martdayam. Keçənci il 47-ci o 4 martda, siz 8 martda. da. Aha. Və o film ərəfəsində onunla olan səhnələr necə çəkilib? Bax bundan biraz danışaq. Biz o kinoya gedəndə çəkilməyə, bizi apardı Laçinə. Rayon Laçinə. Laçində biz çəkirdik, dağlarda qaçırdım mən. Mən belə qaçırdım dağlarda. Elə bir mən orada böyümüşəm. Özü ayaqlarım daşların üstündə. Mən baxdım o kadrlara, dünən bir də baxmışam. Siz necə o qaçırsınız o yolları? Necə bu sizdə belə bir nətər deyim? Ondan qabaq mən baletdə oxumuşam. Mən balerina idim də, kino. Siz balerina ilə məşğul olmusunuz. Baletlə məşğul Baleti olmusunuz. qurtarmışam, mən uçilişi. Mənim müəllimlərim Qəmər Almazzadə olub, Zülfüqar Xumar olub. Belə müəllimlərim yaxşı olub bizdə. Axırıncı sinifi o bizə puslik verirdi də, baxırdı. Ondan qabaq bizə Tatyana Aleksandrovna 6 bizi 6 sinifə, 7 sinifdə orada Qəmər Almazzadə seçirdi. Ara bizi, bura, bunu bura. Onlar gəldi, məni orada gördülər. Məni bir də Leylanı gördü, Leylanı. Leylanı da gördülər, məni Leyla gördü. Şklinskaya. Ha. O bizim cazibə qüvvəsində şeydə çəkilir də. Cazibə qüvvəsi var belə. Cazibə qüvvəsi filmində Leyla Şklinskaya var. Orada təbii ki var. Əminə, da. Bir də o da sizlə baletə gedib. Biz ikimizi orada götürüblər. Bax bunu bilmirdik. Bizi ikimiz oradan götürdülər, gəldilər ora, sonra o aşırmalanan, sonra mən sən nəyə susursa getdim. Belə bizim ayrıldıq, bizim yollarımız. Amma cazibə qüvvəsində bir yerdə çəkilmisiniz. Daha cazibə bir yerdə sonra. Sən nəyə susursa, o kinoda hələ pənaxı çəkilib. Uşağı qırğanda. Biz gəlin belə etap eləyək. Çünki sən niyə susursan bizim biraz geniş mövzumuzdur. Çünki cazibə qüvvəsini tam bitirək. Melik Dadaşov çəkilmişəm. Məlik Dadaşov, sonra Rəhmanov, Tələt Rəhmanov, Ceyhun Mirzəyev balacaydı orada. Ceyhun Mirzəyev qardaşım oynayırdı orada. Ceyhun Mirzəyevlə ünsiyyətiniz olub, necə təsir bağışladı? Ceyhun Mirzəyev çox yaxşı adam olub. 45-ci il məndən 2 yaş böyükdür. Çox yaxşı insan, gülməli, həmişə bizi tərəfli saxlayır. Mənə deyəndə bir şey, mənə bir kəs pis söz deyəndə buna baxaya belə danışır. O çox yaxşı adamdır. Məni həmişə tərəfli saxlayır. Arada da tanıyırdım Lida, prokuror idi onda. Leyla xanım, bu filmin ssenarisini kim düşünmüşdü? Bu filmin ssenarisi necə yazılmışdı? Seyidbeyli yazıb da, Həsən müəllim yazmış. Həsən Seyidbəyli. Da, Həsən Seyidbeyli yazmışdı onu. O qızı da, mən qaçan qızı, asker var. İdmançı idi. İdmançı idi. Deməli, Həsən Seyidbəyli bunu idmançı qızın həyatına aid bir ssenari götürüb və o qızın da yerində sizin obrazı canlandırıb. Bəli. Çox gözəl. Bəs o qız özü sonra bildimi bu film haqqında? Onu bilmədim. Görüşməmisiniz heç vaxt? O deyirlər Zavkafedr olub Qazidə. Xəyal Axundzadə necə insan idi? Uşaq idik, lap cavan idik. Uşaq idi, sonra evlənmisiniz ha? Sonra evləndik. Belə oldu ki, Xəyal Axundzadə də bir kinoya çəkildi. Bir kinoya, o birisi kinoya çəkildi. Sonra belə sonra sizi cəlb elədi o, bir yaraşıqlı oğlan idi hər halda. Da yaraşıqlı oğlan idi. Cavan idi. Hamısı yaraşıqlı idi onda. Siz onunla neçə il evli oldunuz? Mən onunla oldum 4 il. Sonra ayrıldıq. Neçənci illər? Ben getdim Moskvaya, o getdi Biofaka, üniversitete, biyolog idi. Bəs nəcəb Xəyal Axundzadə incəsənətə getmədi, axı kinoya çəkilmişdi. Atası dedi ki, sən məni davamını eləməlisin. Mənim yolumu davam etdirməlisən. Mən getdim Moskvaya, məndən bura göndərdilər Moskvaya, Şükünskaya. Ora getdim, orada da mənə Elmira Aliyeva Goriki kinoya çəkilcilər, Sevil kinosuna. O Sevil kinosunda mən Balaşın bacısını oynamalıydım. Orada da geldim, bir tane şey oldu, geldi Bakı'ya. Sonra gələndə Bakı'da hələ getməmişdim. Məndə burada bir tane kino vardı.
Askerov Ramiz çəkirdi. Bəli. Və o kinoda Была krasavitsa, sən gözəl. Mən ki gözəl deyildim. Onda mən rolda getdi Lənkərana, o Lənkərana 4 nəfər öldü. Partlayış oldu. Bəli, bəli. Onu bildi. Sonra Azərbaycan kinosunda bunu qeyd edək ki, çox böyük bir faciə o oldu. kinoda mən 4 nəfər çəkməyə- yaradıcı heyət dünyasını dəyişmişdi, partlayış olmuşdu. Sonra o kinoyu bağladılar. Təzədən Tofiq Tagizadə Xuraman çəkildi o kinoda. Bu insanlar gözünüzün qabağında dünyasını dəyişiblər. Hamısı bizim gördük uzaqdan partlayış oldu. Gəldi maşından soğuk olmuşdu. Nə apardılar, cəmaət öldü. Bir də Rasim Ocaqov yerdə uzanmışdı kamerada. Üstündə belə şey vardı, çəkirdi belə. Onun ayaqları bütün şikəş olmuşdu. Ayaqları deşik-deşik olmuş. Deşik olmuşdu belə. Belə şeylər olub, çox olub. Xəyal bəylə istəyirəm biraz toxunaq. Evli olduğunuz müddət ərzində bir yerdə olanda nəsə fikirləşirdiniz ki, gələcəkdə kinoda daha çox işlər görə bilərsiniz birlikdə? Mənə həmişə istəyirdim kinoda çəkilməyi. Mən incəsənət çox bağlı idim. Xəyal atası həmişə istəyirdi ki, oğlu nauka getsin. Onun da atasının ailəsinə çox bağlı olduğuna görə onların sözlərindən çıxa bilməyib da, mən belə başa düşdüm. Belə oldum da. Və sizin ayrılmağınıza səbəb nə olub? O getdi, mənə göndərirlər Moskvaya oxumağa, o da getdi Biafaka. Siz deməli onunla yəqin ki, evdə belə bir söhbətiniz olub ki, siz Şukində oxumalısınız. O da deyir ki, mən başqa yerdə oxuyacağam və beləcə yollarınızı ayrılmaq. Belə oldu, belə oldu. Sonra belə oldu ki, o getdi Moskvaya aspiranturana, o da Orada oxudu. orada oxudu. Amma mən уже Bakıya gəldim. O aspiranturanı qutarandan sonra evləndi, getdi Düsseldorf'a. Almaniya köçdü. Almaniyada. Orada yaşayır deyəcəm. 2 dənə də uşaq qızı var. 70-ci illərdən köçüb yoxsa 89-u, 89-cu ildə köçüb. Köçüb ora. Bəs o illər ərzində amma burada Bakıda işləyib başqa sahə üzrə də öz Mən görüşməmişəm. Ona görə mən təzədən ərə getmişəm. Mənim yoldaşım çox şey olub. qısqanc Şəkillərimizi də hamısı cırıb. cırıb, belə şəkli yoxdur bizim. Bəziləri saxlayıb, nəzəfsə. Şəkillər qalıblar. Yaxşı, ikinci həyat yoldaşınız bilir ki, siz birinci dəfə ailə qurmusunuz da, bilir ki, aktyorla evlənmisiniz, hər halda onu da tanıyırdı. Məsəl üçün, o bilirdi ki, sizin birinci yoldaşınız olub bu adam. Bəs niyə o şəkilləri cırır? Bu keçmişlə niyə razılaşmır? Bu keçmişdə olmuş bir şeydir də. Mən belə ona bağlı idim. O nə deyirdi, ona qulaq asırdım. Mentalitet adam idi. Da, onun anası hamısı biləndə o məni almaq istəyir, ürəkləri hamısı partlamışdı. Niyə onu çit eləyirlər ki? Aktrisadır. İndi hamısı aktyor oxuyandılar. O da pis baxırdılar belə şeylərə. Həm də bir şey də var, birinci dəfə ailə qurub boşanıb. Da, ailə qurub boşanıb. Boşanmış qadın bizdə biraz həmişə. Da. İndi belə şeylərə baxmırlar, onu da pis baxırdılar. Xəyal bəylə amma övladınız olmadı da, düzdür? Yox. O ikinci dəfə evlənəndə 2 dənə qızı var indi. Sizdə 2 övladınız oldu sonradan. Bir oğlunuz, bir qızınız var. Məndə 2 dənə uşağım var. Amma övladlarınız bu sahəyə aid deyillər də, başqa işlə məşğuldurlar. Biri geologiyanı qurtarıb, qızım Lala. Даже ikinci, üçüncü, 2 kursdan çıxıb gedib, buna görə ərə gedib də. Xaricə köçüb? Yox, Bakıdadır. Oğlum məni fizkulturunu qurtarıb, boksör. İdmanı bitirib. İdmançı. Boksçu olub. O da Şvetsiyada yaşayır, Stokholm. Hal-hazırda orada yaşayır. Orada yaşayır. Get-gəl var, gedib gəlirsiniz. Telefonla hər gün danışırıq. Gedir, gəlir, mənə kömək edir çoxlu. Bəs sizin keçmiş filmlərinizə övladlarınız baxıb? Baxırlar, mənə baxırlar, xoşları gəlir. Oğlumun xoşu gəlmir. Deyir, mənə görən kimi deyir ki, amma bəsdir də, xatir də, minadır. Belə şeyləri xoş görür. Çox ağırdır. Xəssiyyəti çox belə onda ciddidir. Belə xoşum gəlmir. O günlər məni nə də danışıblar, nə də deymişəm, deyir ki, çox danışma da. Lazım deyil, çox danışırsa sən. Çətinlik gəlir də, mən danışanda Azərbaycanca, mən Rusça danışanda bir də qəşəng danışardım. Şeirlər danışıram, şeirləri Əminə Yusif qızı mənə kömək elədi. Şeiri mən danışanda ona dedi ki, belə danış, ürəgindən danış ki, mən də başladım danışmağa. Siz Azərbaycanca yazdığınız şeiri Əminə Yusif qızı görmüşdü. Mən onu oxudum Əminəyə. Mənə uşağım oradaydı, qızım buradaydı. Deyəm, bir dənə şeir yazmışlar, mənim ürəyimdən gəldi, oxu gəlir. Mən də onu oxudum ona.
Deyir çox buranın belə digdən, bunu belə digdən. Mən də gözümü bağladım dedim, onun səsi kimi dedim. O mənim 2 dənə kinomda şey olub, dublyaj edib, səsə verib. Göz yaşlarında yata bilmirəm. Ürəgim partlayır, eşqəsi deyə bilmirəm. Uşaqlar biri orada, biri burada. Gözlərim qalıb mənim yolda. Dostlarım deyir ki, fikir eləmə, biz səninləyik. Axşam gəlir yenə də, qapı bağlıdır, bərk. Bilmirəm mən nə il qalmışam, mən tək. Gözəl. Mən sizə təklik arzulamıram. Xoşuna gəldi? Əla. Çox yazıram belə. Azərbaycancada, Ruscada yazıram. Mən Siz daha çox rusca yazırsınız da onda Azərbaycan. Ruski, Azərbaycanskida. Bəlkə siz ola bilərmi ki, siz Alla Axmatova, Marina Svetayeva, onlardan təsirlənmə ola bilər? Bella Axmadulyina. Yox, nə danışırsınız? Təsirlənməmisiniz. Yox. Mən Yevtushenko tanışmışam Moskvada. Yevtushenko görmüsünüz? Ha, Yevtushenko Moskvada tanışmışam. Belə olub ki, qonaq gedirdi Padugam aeroportda bilet gəldi almışam. 15 manata idi onda bilet. Şeir gecəsinə, poeziya gecəsi. Yox, mən onu oxuyanda Moskvada. Yox, bildim o bilet nə ilə bağlı idi? Bilet almışam, getməyə o birisi şəhərə, Tiflisə gedirdik. Hə, başqa şəhərə gedirdiniz. O qızda mən oxuyurdum. Belə oldu ki, mən bilet almışam. Saçım da belədir, da belədir. Yəni bir göstərəm bunu, deyəm ki, deyək ki, süzdürürsüz. Mənəm, süzdürürsüz. Nətən süzdür? Yox, mənəm. Belə olur ki, onlar deyirlər ki, təzə bilet al. Pulumuz da yoxdur, ödən pul göndərirlər. Oxşamırsınız şəkildəyinə. Da, oxşamır. Bir də gördüm, papağım vardı belə, Norka papağım. Başladım onu satmağa bir kəs. Bir də görüb 2 dənə kişi gəldi mənim buramı qapardılar məni. Krasnov Galoka. Deyir, откуда вы приехали? Hardan gəlmişsə? Bakı, tуда-südə, o yana danışdı. O deyir ki, Yevtushenko Aksyonov. O götürdü mənim için bilet aldı. Aksyonov da oradaydı, yazıcı. Aksyonov da oradaydı, 68-ci ildir. Aksyonov, onlar mənim için bilet aldılar, sonra mənim... Onlar da sizin için bilet aldılar. Bilet aldılar, mən getdim Tiflisə, gəldim oradan. Sonra gələndə Bakıda danışanda, onu amma sənə danışmışam, deyir ki, sənə belə tanışların var ki, mənim qardaşım görür, o priexal, o gəlib də, anarla dostdur, getdiyinə sənə yaxşı işə düzəltsin. Mən ginekologiyada işləyirdim. Məsələn, Reyna xanım, siz orada onlarla görüşəndə, siz artıq onları tanıyırdınız da, böyük bir yazıcı və şairdirlər. Onda bilmirdi, onda belə şair deyil. Eşitmişdiniz. Belə uşaqlardan... Sonradan bildiniz ki, bunlar kimlərdir? Sonra illər keçdi, o Yevtushenko bağlıydı onda yollar. Getmiş, sonra başladılar Yevtushenko tanımağa. Siz indi danışdığınız mənim yadıma düşdü. Çox sevdiyim bir filmdir, yəqin ki siz də sevərsiniz. Danielyanın Afoniya filmi. Afoniya. Orada bir dənə yeri var. Deyir, Ilvaşa. Sağ ol. Reyna xanım tutdu məni. Yəni küsmüsün. Hə, yəni ki, oradakı o polis... Yəni oxşamırsa, deyir... Hə, gülüb, bəs indi necə oxşayır? Və o yerində mən həmişə adam gözümdə olur. Niyə? Bu həyat bu insana o qədər zərbələr vurub ki, axıra yoxun, siz görmüsünüz də. O yaşından tez qocalıb orada filmdə və polis onu tanımadı, elə bilir bu yalandır. Amma onun pasportuna da baxanda heç baxmadı. Elə onun gülüşündən bildi ki, bu həmən adamdır. Və onu Danielya, ruhu şad olsun, çox gözəl verib. Amma burada situasiya başqadır. Ki, Reyna xanım da özünə oxşamayıb və yaxşı ki, onun köməyinə gəlib Yevtushenko və Aksyonov. Burada Bəxtiyar Vahabzadənin kitabını görürəm. Reyna xanım, Bəxtiyar Vahabzadə... Mənim atam rəhmətə gedəndə o gəlmişdi bizə. Bəli. 88, bax, yazıb orada. Burada onun deməli 79-cu il. Da. Hə. Bəxtiyar Vahabzadə sizə imza yazıb və hörmətli Reyna xanım, xoşbəxt olasınız, xoşbəxt gələcək arzulayıram, Bəxtiyar Vahabzadə. 4-ü 1-ci ay 79-cu il. Bu mənim atamın dostu olub. Bəli. Mənim atamın çoxlu dostları vardı. Ələkber Aliskerov, Məcid Şamxalov. Onlar gəlirlər bizə, nənəm var ki, çayzat verirdi, sonra orada teatra gedirdi. Teatrda bulvarda idi, indi Muskomediya, köhnə teatr, oraya gedirdi. Bizim evimizdə çoxlu belə, atam piano ilə yaxşı çalıb. Onda siz
gənc vaxtı teatrlara çox getmisiniz baxmağa. Bütün hamısı məni aparırlar, azdırmaya gediblər. Mən özüm uşaqlıqda Şılkonçik bir də Doktor Aybaliddə səhnəyə çıxmışam. Hansı teatrda? Operada. Operada. Da. Neçənci illər? Benim 63'te, 62'de. Doktor Aybalid. Onu hələ çəkilməmişdiniz ha filmə? Yox, hələ çəkilmirik. Siz Nəslimin filmində rəqqasə obrazına çəkilmisiniz Da. epizodda və özü bildiyimə görə o filmdə siz Şəms obrazında çəkilməli idiniz. Mən siz belə dedik, gəl bunu Şəmsə şey eləyək. Məndə dövdə dedilər yox. Yox. Yoldaşınız dedi də. Ha, dedi yox. Sonra belə oldu ki, gəldim Həsən müəllim, mən kino çəkirəm. Yoxdur sənin rol. Bir də oynayırsan orada. Var. O çəkdilər onu. İndi mən bir şey deyim. Bax sizin həyat yoldaşınız çox qısqanc olub. Da. İkinci həyat yoldaşınız. Da. Sizə Şəms roluna imkan verməyib, amma rəqqasə roluna imkan verib. Rəqqasələr də Onda onunla şey idik, danışmırdıq. Mən belə incəsənət sevirəm ki, nə toy olur ha, rajdinya olur, bir yerdən geri gəlirdi. Muzika eşkədən ki, çıxıram oynayıram. Dedim elanedir, dedi gözündür. Dedim şeker nedir, dedi sözündür. Dedim alma nedir, dedi üzündür. Dedim öpmeliyim söyledi, yok. Veliaht geldi. Mən belə başa düşürəm ki, sizə heç kim sərhəd qoya bilməz. Sənətdən hamısı Siz belə özünüz qərar verirsiniz. Da. Ona görə ikinci yoldaşınızla nə qədər yaşadınız bir yerdə? Çox yaşadıq. O rəhmətə gedənə kimi. Da, o rəhmətə gedəni yaşadıq. Olan hər birinin xarakteri başqa idi. Xayal cavan idi, uşaq idik, biz lap uşaq idik. Hələ xarakteri müəyyən elə bilmirdiniz. Da. Bu уже balaca kişi idi. Bunu belə elə, bunu belə elə, gözlərimi çəkmə ginə, saçımı belə elə ginə, belə baxırdı belə. Ona görə mən bilirəm, aktrisayam mən. Mənə hamısı baxacaqlar da, deyəcəklər, gedib kimi alıb, uşağı da. Sizdən yaşda böyük idi. 4 yaş məndən balaca idi. İkinci həyat yoldaşınız. Da, 4 yaş. O 51-ci, mən 47. Bəs onunla bir yerdə tamaşalara getmisiniz? Kinoya getmişik toka. Kino teatr. Sonra o vaxtı 70-ci ildə televizor belə işləmirdi. İndi məndən danışıram, məndən danışırlar. Onu belə bilmirdilər. Məndə şəhərdə reklam vardı, reklam. Muzeyin yanında belə qırmızı reklam vardı belə. Mən belə dayanmışam. Xəyaldır aşağıda, qırmızı belədir. Onu görəndə ürəyi partlamışdı. Deyir, bu nədir? Sənin şəkli. Kino teatrda şəkillərim vardı. Hələ şəkillər qalırdı o vaxt. Qalmışdı onda. Reyhan xanım, Xoşu gəlmirdi belə şeylərdən. verilişin adı şəxsi əşyalar olduğuna görə sizin ilk əşyanız nə olub? Yadınıza gəlir? Piyanino. Pianino olub. Çala bilmirdi, otururdu belə çalırdı. Sonra xoreografiyada biz başladıq çalmağa piyanino. Həmişə xoşum gəlir piyanino çalmağa. Sonra öyrəndiniz də pianonu. Öyrədiyimiz o. Bəs valideynləriniz kim olub? Mənim anam o birinci kətib idi. Şamxonun kəpiri idi. Bagirov vaxtında. Sonra oradan gəldi Bakıya, gəldi Respublikamda işləyib mənim anam. Aha, dövlət işində çalışıb. Da. Sonra mənim anam müharibədə upravdom işləyib. Sonra API Lenində anam indi deyirlər rektor. Önümüzdə bütün stolların Lenin pişətləri vardı. Leninin peçatı. Pişəti. Lampa Lenin pişətidir. Anam orada işləyirdi. Sonra anam işlədi bazar. Zavokzalni bazar.com. Bazar komuş. Bazar.com. Yaxşı vəzifələrdə işləyib. Həmişə Bəs atanız? Atam mənim advokat olub. Milyonçu Salimov. Milyonçu olub. Milyonçu Salim küçələrdə adlarımız var. Ona mən belə başa düşdüm ki, onlar Ayrılıblar. sonra amma müasir olublar deyə, yəni sizə də imkan veriblər aktrisa olmağa getməyə. Yox, anam Qarşıydı. məni ölüb 65-də. Mən o başlamışam kino çəkilməyə. Görüb də amma görmüşdüm. Yox, görməyib. Heç kinoda görməyib işi. 63-də xəstələndi. Cavan vaxtı rəhmətə gedir. 52 yaşda.
Məsələn, Atam da gelirdi, gedirdi, kömək gelirdi bizə. Sonra bir tane de kardeşim vardı, konservatuar kurtardı, Əsəb Zeynallı'dı kurtardı. musiqiçidir qardaşınız. Turbaç, Bəli. Tofik cazmen idi. Bəli. İndi oğlu da Amerika'da, Rauf, o da orada yaşayır. Mən istəyirəm biraz şəkillərə qayıdaq. Bax bu cazibə qüvvəsi. Da, xəyallı Filmindən mən. Xəyal Axundzadə və Rəna Səlimova ki, hansı ki məhəbbət yenicə alovlanırdı. Sonra bax bu hansı ki o O cazibə da o qüvvəsində cazibə. dağları Dalların üstünde göstərdə, ağacı görürsə, və orada bir dənə məqam olur. Siz deyirsiniz ki, məsəl üçün o sizlə Ceyxun mənim qardaşım idi da burada, Mirzoyev. bilirəm. Siz deyirsiniz ki, mənim arxamca gəlib çata bilsən, Bax mən bu idi qalacağam. də, bax bu. Bəli. Bu deyir ki, mən səni istəmədim, biabır olasa. Bu şeydir, sən nəyə susursan. Aha. Burada Rasim Ocaqovun şəkli var. Çoxu Amma var arxadan öyle. düşüb kameraya, Məndə çox Kameradan şəkil var, baxır. mən doğrusu gətirə bilmədim hamısı. bu Bakı bulvarından. Bu bulvarda, Bax bu çox gözəl şəkildir. ha, da, Sən niyə susursan? Bu filmə toxunacağıq birazdan. tamam. Yazıçı Anarın belə bir şəkli var. Götür, mən səni bağışlayacağım onu. Bu hansı filmdəndir? Kino dörü, prosta, Amma bu burada obrazdır. Anar bir bax obrazdadır. ne yazdım orada. Anar obrazdadır burada. Ya prosta mən onda olanda, mən ona şəkil varsa, o mənə verir. O da sizə bağışlayıb. Ha. Neçənci ildə bağışlayıb? 80-ci ildə. Sonra bax belə bir şəkil. Bu da cazibə qüvvəsindəndir. O deyir ki, ha, baxır, deyir ki, sən Siz ona deyirsiniz ki, mən hələ yarışa çıxanda deyirsiniz ki, mən hələ çox gücümü qoymamışdım ortaya. mən səni Keçərəm istəsəm. keçərəm, deyə bax. Aha, həmən məqamdır baxın. Və bu Maşında görsə orada da süzə gətirmişəm də adı Sən niyə susursan filmindən reklamda. bildim, baxacağıq ona. Da. Sən də susuz maşında bunu çəkmiş kirabatda. Bu həmən Nəsimi filmindən rəqsdir. Da rəqsdir. Bu Cabbar. Bu kinoda çəkilib, Kirnuşkada çəkilmişdi bu kişi. cazibə qüvvəsində çəkilən Cazibə qüvvəsi də mənim babamdır. Mənim bir də Ceyxunun babası idi. çoban rolunda. Ha. Və bu da şeydir, adı nədir? Grimor, Adı nə idi? Tələt. Tələt. O da yəqin ki, rəhmətə gedər. Bilirsiniz, bu da Server'in oğlu mənə bağışlayıb. Həsən Lenin. 2006-cı ildə deyəsən. Zaten bu da Burada şəkillər var, təbii ki, Rasim Balayevlə. Sonra Reyna xanımın belə bir şəkli var. teatrda. Burada nə gözəl düşmüsünüz. Bu da bir medisinski. Artıq burada siz Buraya ginekolog kimi işləyirsiniz. da ginekologiya, akuşerka kimisi. Maraqlı bu sahəyə getdiniz, maraqlı Çox idi. xoşuma gəlirdi həmişə işləməyə. Prosta mən işləyə bilmədim. Mənə yer vermirdilər akuşerka. Çoxlu lazım idi pul qoymağa ki, mən medisinski texnika akuşerka işlədim. Tibb bacısı. Sizcə Sevildə, bu da elə cazibə qüvvəsindəndir. da. Yuxarıda. İndi Bu dənizkənarı Drujman. bulvardır. Yox, Dənizkənarı park. yuxarıda. Dənizkənarı park. Orada. Bu şəkilləri kim çəkib? Bunu hamısı Sazonov çəkib. Yox, bunu çəkib Pərviz Quliyev. Bu sizin qardaşınızdır. Bu Bax. mənim qardaşım da Turbaçı Tofik Alikberov. Tofik. Nə zaman rəhmətə gedib? 43 yaşda. 86-da gedib Cavan rəhmətə. rəhmətə gedib. Konservatoriyada Vagif Mustafa Zəynə. Bu Pərviz, bu da Dadaşov. Muxtar Dadaşov. Muxtar Dadaşov. Pərviz Quliyev, Da, Pərviz Muxtar Quliyev. Dadaşov. Bu da burada Nuriyevin. Bizdə Bu hansı filmdəndir? sənəyə susursa orada Yusuf Vəliyev yoxdur ki burada. məndə Qlavn rolda roman teatrında Aktyor idi. aktyor idi.
Burada Arif Babayevin də şəklini görürəm. Arif mənim sizinlə dost Mamedov olub. hudojnik, Pərviz. Bəli. Pərviz Quliyev, bəs bu? Hudojnik Mamedov. Leyla xanım, Arif mənim sizi filmə çəkmək istədi. O məni çəkmək istədi, но belə oldu ki, alınmadı kino. Nəsə bir hadisə baş vermişdi. Mənə padnoşka verdilər. Rima Məmmədova da var. Rio Bu da Mamedov, Əlidir, Əli də. Novruz Əliyev. Rima Məmmədova mən verilişimdə qonaq olub o vaxtlarım 2007-ci ildə Bizim küçə filminə görə. Rimo Mamedovla mən xoreografiyada oxuyanda Rimo Mamedov məndən 2 yaş qabaqda. böyük olub. Çimnaz Babayeva, Rimo Mamedova, Şıxaliyeva, onlar hamısı oxuyublar. Sonra direktor bu Məcid Şamxalovdur. Məcid Şamxalov. O da atamın dostu olub. Burada bir çox şəkillər var. Ümumiyyətlə şəkillər çoxdur. Şeyx Əbdül Mahmudov və Fuad Poladov və s. Şəkillər çoxdur. Oktyabr ayında vəfat edib Rafiq Hüseynli. Mən onun dəfnində də olmuşam. Azərbaycanın çox görkəmli diktoru. Biz bax bu insanların apardığı verilişlərlə həqiqətən böyüyürdük. Necə təqdim edirdi, necə çatdırırdı məlumatları Rafiq Hüseynli. İndi orada davam edir onun yolunu Rafiq Həşimov can sağlığı arzulayıram. Arif Məlikov, Arif Məlikov. Ağali İbrahimbəyov rəssam, Arif Məlikov var. Yox, ayda Böyükağa Mirzazadə. Böyükağa Mirzazadə burdadır. O da Arif Məlikovdur. Bəli, bəli, bizim görkəmli bəstəkar. Ver bura bir dəqiqə. Bu Reyna xanım, bu da jurnallar çıxıb hətta. Sən niyə susursan haqqında? Açın çıxıb. Bu nə vaxtın jurnalı? Burada da danışırız da mən Bunu göstərək. o Və burada mən görürəm bizim əfsanəvi Mixailo obrazını canlandırmış Nodar Şaşıkoğlu. Görsə Seyidbeli, Həsən Seyidbelidir. Yox, yəni O da ünsiyyətini telefoniska da çəkib Seyidbelidə. Amma mən kinonu o birisindən çəkmişəm. Bizim rejissorumuz idi Seyidbelidə, ikimiz çəkmişik. İkinizi bir yerə çəkməyiblər. Yox, yox. Bəs bu Nodar Şaşıkoğlu'nun tamaşalarına gəlib baxırdınız? Rus damada. Gəlib baxmısınız? Bir-iki dəfə gedmişəm, baxmışam. Necə insan idi? O Çətin adam idi. Biraz tijolu. Bax bu WhatsApp-da var. Bax bu aşağıdakı gibi maşında gedirəm. Bax bu aşağı bak yine, burada aşağıda maşında gedirəm. Niyə onu çəkdi də, çəkib onu. Bizim dəyərli dostumuz Allah rəhmət Mənim eləsin. atamın da adı Əlvər idi. Mən sizə onun verilişin haqqında onun kitabını mən yazmışam onun haqqında Mənim hədiyyə. atamın da adı Əlvər idi. Doğrudan, nə gözəl. Mən də istəyirəm ki, toxunaq biz bildiyimə görə sizin qonşularınız olub. Böyük şairimiz Rəsuluza və onun həyat yoldaşı Nigar Nigar Rəfibəyli. Rəfibəyli. Təbii ki, övladları Anar. Ana, Fidan, Tarana. Ailəvi yaxınlıq, dostluğunuz. Çox qonşuyduq, qapı-qapı qonşuyduq. Yayda mən onların bağına gedirdim, buzağında da bağları vardı onların. Ona gedirdim yayda. Uşaqlıqda onların evində həmişə olmuşam. Onların evində mən görmüşəm, biz kimi olub onun evində. Səməd Vərqunov oğlu Vaqif Səmədoğlu, Yusif Səmədoğlu. Yusif, Çünki onlar qızı. Bəli, bəli. Sonra orada Sabitoğlu, Emin Sabitoğlu. Emin Sabitoğlu'nu görmüşəm. Uşaqda onların evlərində çıxmırdıq, qonşuyduk. Özü Anar atası, biz ona Cədrasul deyirdik. Gələndə bağda həmişə bizim üzüm gətirdi, üzüm gətirdi. Üzümlər gətirdi. Üzüm gətirdi. Rəfibəyli Nigar, anam öləndə, 44-də, o bizə hər həftə xalva gətirirdi bizə. Şirdə gətirdi. Bizə böyük adamlar yox idi. Anam da ölmüşdü, atam da çox bizə kömək elirdi. Nigar Rəfibəyli çox qadın, belə qadındı. Onda da yazmışdım şeir bir dənə. Gözəl insanlar idi. Çox gözəl insan idi. Nigar xanım gözəl idi. Rasul gözləri ala. Çox kulturlu adam idilər. Çox. Mədəni adam idi. Uşaqları da çox qəşəngdir.
Əlaqəniz var da ailəsi ilə. İndi heç kimlə yox, indi muzey eləyiblər evlərini. Yox, Daha qızı, öyle. oğlu Anar müəllim yəqin ki, Yazıçılar Birliyində getsəz görüşə bilərsiniz. Gedirdim, hərdən bir gedirdim, indi görüşmürəm onunla. Çoxdan görüşmürəm. Gəlin biraz toxunaq biz Sən niyə susursan filminə. Bəli, Azərbaycan danış. həqiqətən gözəl filmlərimizdəndir ki, orada Həsən Seyidbəyli və Rasim Ocaqov tandemi. Aha. Özü bu kino mənim ki yazmışdı ssenarini. Anam öləndə Seyidbəyli belə ssenari yazdı ki, tipa mənə də. Necə xatırlayırsınız? O da Yusif Vəliyev də bizim böyük aktyorumuz. Yusif Vəliyev də çəkilmişdi. Vəliyev çəkilmişdi, Mirza Babayev çəkilmişdi, Fazil çəkilmişdi. Fazil Salayev. Fazil Pənahova çəkilmişdi. Və ən sevdiyim epizodlardan biridir. O maşında gedirəm. Maşında gedib Fazil Salayev. Anan ölsün ay Ramazan. Gəlirəm yanına. Anan ölsün ay Ramazan. Mən istəyirəm ki, bu məqamda o fraqmenti verək. Fazil Salayev, Xəyal Axundzadə və Rəna Səlimovanın Sən niyə susursan filmindən fraqment. Maşında gedir ya. Maşın səhnəsi. Allah eşqinə kömək elə mənə, ölmüşəm, məni yerdən götür. Gel öz var yük maşının altına. Sana Allah kömək elə mənə, oğlum, gözüm daha qalsın, bircə dənəm əlimdən gedir. Geç otur. Getdik. Ara. İrəli. Neçə yaşı var? Kimin? Sizin uşağın. Bizim uşağım 3 yaşı. Lap çıppılıdır. Gözlərdəki bu boyda. Ne olub ona? Nə? Zat, zəhrimanın adı nədir? Qızdırma, özdə o tutub yanır. Onda fikir eləməyin. Balacalar çox davamlı olurlar. Üstəlik iflici də var. Ne iflic? Nə bilim, deyirlər. Yaponiyadan keçib. Qadası, o da nə edirsən? O da hara sürsən, o da? Hara sürsən? Biraz yavaş sürsən, o qiyamət qopar be ya. Mənə nə var? Uşaq sizindir. Bir daha bu yana. Heç tələsmə. Siz bilən yaxşıdır. Kızım biraz yan otur. Ha, böyle. Hı -hı. Ha? Buradan sağa. Mən düz getməliyəm. Ya sen xətəkar adama oxşamırsan. Ne danırsan? Xətəkar adama oxşamırsan ya. Ah, məni yarı yolda qoyub getməyəcəksən Can. Can, anan ölsün, ay Ramazan, anan ölsün. Biraz səbr elə, biraz səbr elə. Aton gəlir yanıma. Qoy Allah özü sənə rəhm eləsin. Ay Allah, ay Allah. Yusif Vəliyev də orada balıqçı obrazında və belə deyək də Nuriyev, Yaşar'ın atası. Yaşar Nuri atası Məhəmməd Sadıq Nuriyev. Da, o da oynayıb da orada bize kaçıyoruz, o deyir. Tez olun, kaçın. Bir də orada bir aktrisa var. Zemfira Sahilova. Zemfira da sahib. Sonra əlaqəniz olmadı ki onunla? Yo, Zemfira. Yok, olmaz. Azərbaycanlı da amma Rusiyada yaşadı. Yo, Asitinkana. Asetin olub. Amma qəşəng üz quruluşu var idi Da. orada. Alek Xabalov. Çəkil- Mənim qardaşım oynayıb Roman teatrında. O 2 il bundan qabaq Dünyasını dəyişdi. dünyasında düşüb. Zemfira Sahilova ilə münasibətləriniz necə idi? Heç bu bir gün çəkildi, getdi. Heç belə rəfiqəlik eləyəmədiniz? Yo, belə heç olmadı. Heç
İngilisdə qalırdı. İndi səhv bilmirəmsə 82 yaşındadır. Amma Şənahova həm o filmdə çəkilib, sən niyə susursan, həm də ki cazibə qüvvəsində qızlardan biridir, düzdürmü? Epizodlarda çəkilirdi. Sonra görürsən. İndi onlar kinonun böyük rollərdə mən də epizodda düşmüşəm indi. Sergey Yurski mənim çox sevdiyim aktyordur. Çox. Onunla ünsiyyətiniz, çəkilişləriniz. Əgər il mənə şey yazırdı. Поздравление. Məktub göndərirdi. Hər il. Ha, поздравляю 8 mart. Moskvadan yazırdı. Necə diqqətli adamdır bu? Çox. Sonra orada Neçənci illər, üzr istəyirəm, neçənci illər? 74-də. Bir neçə il yazdı. Bir 5 il arda sizə həmişə məktub yazırdı. göndərir. Renочка, поздравляю вас 8 martda belə yazırdı. Biz gəlin xatırlayaq onun aktyoru oyununu. Mən bilirəm ki, o çox peşəkar aktyor idi. Великолепно. Orada siz onu görmüsünüz da, hər halda səhnələriniz var. Конечно. Bir dənə dubl eləyirdi hər şeyi. Bəli. Ona lazım deyirdi. Özü rejissorla demirdi nə lazımdır. O özündən onu İmprovizə. improvizasiya eləyirdi. Və ondan əvvəl də o bir sözə Monsieur Jordana çəkilmişdi. Dərviş Paris patlarında artıq çəkilmişdi. Bir il əvvəl də belə deyək çəkilmişdi. Ondan hansısa bir çəkiliş vaxtı, ondan hansısa bir xatirələriniz var? Biz stol arxasında oturmuşuq. Çörək yemişik. Əbəşə soruşurdu ki, "Как mamam necədir?" Məndən soruşur. Ya mamam ölüb. Sonra yenə mənə soruşurdu ki, "Mama как?" 3 dəfə soruşurdu mənə. Hər il məndən mama soruşurdu. Akif Rüstəmov yanınıza gəlir, o rejissor assistenti. Конечно, Akif indi də danışamam telefonda. 80 yaşı oldu. Bilirəm, ona şey verdilər, zvaniya verdilər. Bəli. Ya onu Çox istedadlı, çox zəhmətkeş. adam kimi bilsin nədir, onun da kimi adam yoxdur. O günlər mən ona şeydə idim, adı deyildi, Tədbirdə. Rasimin da Nizami Kino Teatrda idik. Biz hamısını görüşdük orada. Ərdə bir telefonda danışıram ona. O filmdə assistent işləyib də. O assistent mənə dedi ki, Rena, deyəm mən biraz kino studiya olacaq, mən sənə çəkəcəm yenə. Bəli. Şirevdən getdi filmində baş roldakı qəhrəman da rus aktyoru idi. Yəni o da çox yaxşı. Senkeviç. Da, Linkoviç. Senkeviç. Da. Sonra orada Begamot kimi idi, Begamot obrazı. Azərbaycan da Aktyoru. Muskamediyada belə kök kişi vardı o. İndi rəhmətə gedər yəni. Hamısı rəhmətə gediblər. Mən dağlarda görüşə mənə çağırdılar. Bunu bilsə, Dağlarda döyüş filmi. mən getdim kinosu. Mən getdim Dumanlıda. 10 gün qaldım. Atın üstündən qaçdım ora-bura. Sonra qaçdım oradan. Getdim. Rustam çəkmişdi. Rustam Bekov çəkildi kinoya. Şahmar Elikber mən onu. Mən getdim kinoya. Mənə dedilər ki, Eldar Kuliyev demişdi ki, Rəna kino çəkmək lazımdır. O kinonun yarısında çıxıb gedir. Eldar Quliyev deyim. Axı belə bir situasiya olmuşdu. Mən çıxıb getdim də kinodan. Gəldim, mənim yerimə o birisində çəkdilər. Ofeliya Sənanin çəkdilər. Mən də kinonun yarısında çıxıb getmir. O gün xəyalı çəkmirdilər. Ona görə acıq elədi. Mən istədiyimiz bir yerdə çəkdim. Siz onda o kino studiyaya ziyan vurmusunuz. Biraz çəkilmirlər. Çünki çəkmişdilər də, kadrlar çəkilmişdi falan. Çünki artıq belə aktrisaya birdən ciddi yanaşmayacaqlar. Vsevolod Abdulov o filmdə çəkilib, Abdulov. Da, brat. Abdulov. Siz bilirsiniz, Şirevdən getdi filminin çəkilişləri zamanı. O Abdulov. Moskvaya qaydanda qəza keçirir, Avariya düşdü. maşın aşır Onu bilirəm. və o düşür komaya və bilirsiniz ki, ondan sonra onda zədələr əmələ gəlir və onu dublyor əvəz eləyir. Şirevdən getdi də, düzdürmü? Dublyor əvəz eləyir. Bilirəm. Hə. Bu qəza olanda siz xatırlayırsınız onu? Orada çəkilirdi Abdulov. Eşitdiniz ki, belə bir qəza olub. Onu bilirəm, qəza olmuşdu. Yox, indi yox, o dövrdə xatırlayırsınız. Sonra da biz də gedəndə kinodan çıxanda, o kinoya gedəndə sonra bir eşitmişik ki, bu belə qəzaya düşmüşdü. Ondan sonra o biraz kinonu deməli bu hadisədən sonra Vsevolod Abdulov kinodan uzaqlaşır, radioya keçir. Radio. Çünki onda artıq biraz o fiziki problemlər yaranmışdı və elə onun fəsadlarından sonra dünyasını dəyişir və Vysotkin də yaxın dostu idi, yəqin ki bilərsiniz bunu. Mən bir interesli bir şey danışmaq istəyirəm. Mən Moskvada yaşayanda bizdə Elmira vardı. Rejissor assistenti. Ana vторой rejissor, ikinci rejissordu. Biz bufetdə oturanda
Gəldi bir dənə qəşəng qadın oturdu. Claudia Cardinal. Claudio Cardinali, məşhur İtalyan aktrisası. O kino Krasna Palata çəkirdilər Moskvada. Cardinali'ni həyatda görmüsünüz? Ha, Moskvada görmüşəm, bir stolda oturmuşduq belə. O da dünyasını dəyişdi də bu yaxınlarda. Amma sonra görmüşəm də. Çox gözəl aktrisa və Fellini filmlərində də Da. çəkilib. Mən istəyirəm ki, gələn müəyyən suallara və bundan sonra yekunlaşdıracağıq. Suallar verəcəm, yekunlaşdıracağıq. Özündə bir dənə şey şartmı ya orada ya? Yox. Ginekoloq kimi indi işləyirsiniz? Yo, nə danışırsınız? Mən işlədim, Kirovski institutda işlədim biraz. Parkamuna poliklinikada işlədim, akuşerka işlədim. Ginekoloq köməkçisi olmusunuz? Yox, akuşer, mamalığı qurtarmışam mən. 5-ci rotdomda bizə praktika kimi keçmişik. Bayılda 5 nömrəli. Mənim O da- orada bibim məşhur ginekoloqdur. İndi 85 yaşı var, Səkinə xanım. Deyirəm ki, Yeni il günü ən gözəl filmdir. Taleyin ironiyası və həmişə təmizlikdə. İroniyası bu, Slokun Parın. Bu filmə həmişə baxmısınızmı? Həmişə, hər il baxıram. Xoşunuza gəlir? Çox. Rizanov geni. Bəli. Vso, mən gəlirəm, indi mən sizə suallar verəcəm. Siz ona bir kəlmə ilə cavab verməlisiniz. Sevdiyiniz bəstəkar, Tofiq Quliyev. ən çox sevdiyiniz film. Bu Azərbaycan filmi də ola bilər. Sovet ya xarici film, fərq eləməz. Titanik. Ən çox sevdiyiniz Bek. Qaçış. Bek. Şey- Ulyanov. Mikhail Ulyanov çəkilən. Batalov da olmalıdır orada. Da. Ən çox sevdiyiniz aktyor. Jean Gabin. Jean Gabin. Əla. Bəs Azərbaycandan? Rasim Balayev. Əla. Sevimli şairiniz və sevimli yazıçınız. Baxtiyar Vahabzadə. Bəxtiyar Vahabzadə sizin sevimli şairinizdir. Bəs ən sevdiyiniz yazıçı? Nigar Rəfibeyli. Ən sevdiyiniz yazıçı. Bəs ruslardan kimi sevirsiniz? Sovet yazıçılarından. Mən Tolstoy sevirəm. Dostoyevski sevirəm. Gide Maupassant. Onlarla danışmıram. Onları da sevirsiniz. Da, Gide Maupassant, Dumas, Hugo, onu hamısını oxumuşam. Kuprin, Kuplin. hamısını oxumuşam mən onları. Uşaqlıqda onları oxuyurdum. Dostluq nədir? Bir-birimizə inanmaq. Əla. Vətən nədir? Doğulmuş o sən vətəndir. Xoşbəxtlik nədir? Şəsdir. Xoşbəxtlik sən xəstə olmayasan. Sağlamlığın yerində olsun. Sağlamlığında. Əla. Azadlıq nədir? Azadlıq, müharibə olması, azadlıq olsun, sülh olsun, Filmdə və kitablarda sevdiyiniz janr, drama. drama. Həyatda ən çox nədən qorxursunuz? Qaranlıqdan. Qadınlarda qiymətləndirdiyiniz ən vacib keyfiyyətlər, qadınlarda, xüsusiyyətlər. Məndə yaxşı intuisiya var da. Mən bilirəm ki, kim mənə sevir məni, kimi məni sevmir. Hiss edirsiniz onu. Hiss edirəm. Onları mən hiss edirəm. Bəs qadınlarda bu olsun da, yəni bu vacibdir. Yəni intuisiyaları daha yaxşı. İntuisiya da. Bəs kişilərdə nə vacibdir? Kişilərdə də dostluq, təmiz dostluq olsun. Sizcə həyatı planlı şəkildə yaşamaq lazımdır, yoxsa öz axarına buraxmaq? Qabaqca yaşayanda qabağa baxdım belə. İndi plan eləyirəm. Müəyyən yaşdan sonra plana Ya, keçirsiniz. indi göstərəm belə lazımdır, belə lazımdır. Yazıram, mağazinə gedəndə yazıram nə lazım almağa. Ara getmək, bir də kimin anadan olan günüdür, kimin ara getmək lazımdır, onu yazıram uje. Planlı şəkildə. Da, belə şəkildə yazıram hamısı. Alisa Freundlich var. Великолепно. O deyir ki, hörmət, dostluq və ehtiras. Ehtiras. Bu üç şey bir yerdə olanda sevgi yaranır. Bundan biri olmasa sevgi də olmur. Mən də belə fikirləşirəm də onun kimi. Yəni əlavə yoxdur ki. Yoxdur. Mən də belə fikirləşirəm onun kimi. Hörmət, dostluq və ehtiras. Da. Mən də söz deyəcəm, o sözün axırını tamamlamaq lazımdır. Yaşamaq ona görə lazımdır ki, Mən deyirəm ki, adam elə yaşamalıdır ki, belə yaşamalıdır ki, o həyatda dünyanı olmayan. dəyişəndə onu xatırlasınlar, yaxşı xatırlasınlar. Mədəniyyət və ədəbiyyat ona görə lazımdır ki, Onsuz cəmaət yaşaya bilməyəcək.
Yəni insanları formalaşdırmağa kömək edir. Olmaşlamalıdır, конечно. Həyatın müəyyən zamanlarında, həyatın müəyyən məqamlarında anladım ki, Mən incəsənətdən başqa heç də sevməmişəm. əla. İnsan kamilliyə yetişmək üçün Üzərində işləməlidir. əla. Həyat nədir? Həyat nə qəribəsi. Ölüm nədir? Necə Mən qarşılayır? istəyəm yatım ölüm. Xəstələnməyəsən. Xəstələnmək istəmirəm. Rəna xanım, təşəkkür edirəm gəldiniz. Mən sonda bizdə belə bir ritual var. Biz sonda bir-birimizə hədiyyə verməliyik. Mənim sizə bir hədiyyəm bu şəkildir ki, mən sizə bunu xatırlatdım. 2007-ci il bu sizin yadınızdan çıxmışdı. Yadınızda yazmışsınız onu orada. Yazacağam. Aha. Bir də ki, Ənvər. Ənvər Həsənovun kitabını mən sizə hədiyyə edirəm. Çox sağ olun. Çox Bu mənim hədiyyəm və ənənəvi olaraq siz də mənə nəsə bağışlamalısınız. Deyəsən bu şəkil də mənə gəlir. Rəna Səlimova, bizim gözəl aktrisamız, mənə 2 şəkil hədiyyə eləyir. Cazibə qüvvəsindən onun birinci həyat yoldaşı olmuş Xəyal Axundzadə ilə olan məşhur şəkil, bir də Sən niyə susursan filmindən olan şəkillər. Rəna xanım, mən sizə təşəkkürümü bildirirəm. Nə yaxşı gəldiniz, mənim layihəmdə qonaq oldunuz. Mən sizə uğurlar diləyirəm. Mən sizə sağlamlıq Arzulayırsınız. təşəkkür edirəm mən də sizə. Çox sağ olun hədiyyələrə görə. Təşəkkür Siz edirəm. də çox sağ olun. Çox çağırmışsınız məni, yadımdan çıxmamışam mən elə. Mən istəyirəm ki, Sən nə istəyirsə deyinə. Aynen sizə soruşdum indi. Hə, Xoşun gəldi mən danışmağa. danışıq. Mən kömək Oradan edim. buradan Gəlin belə belə yapışdıracaqsan da sonra. Bitər mən avantaj edəcəyik.